Hörmətli tələbələr, mən bu videoda sizə geodeziya və topoqrafik rəsm xətt fənnindən yüksəklik və onun növləri, yüksəkliyin bir nöqtədən digərinə verilməsi mövzusunu izah edəcəm. Bildiyiniz kimi bizim geodeziya və topoqrafik rəsm xətt fənnimiz ümumi 90 saatlıq fəndir və bu fənn üçün 23 mühazirə nəzərdə tutulub. Biz dərs müddətində yadınıza gəlirsə 3 mühazirəni artıq keçmişdik. Bunlar sahələrin hesablanması üsulları, paletlə sahələrin hesablanması və planimetrlər mövzuları idi. Bugün isə sizə artıq 4-cü mühazirəni izah edəcəm. Ümid edirəm ki, bundan sonraki videolarda digər mühazirələri yükləyəcəm və siz onları izləyəcəksiniz. Gəldikdə bugünkü mövzumuzun planına 2 plan ayırmışıq. Yüksəklik və onun növləri birinci plan, ikinci planda isə mən sizə yüksəkliyin bir nöqtədən digərinə verilməsi metodunu izah edəcəm. Elə isə başlayaq plan 1-dən. Deyirik ki, relyefi plan və xəritələrdə təsvir etmək üçün yer səthinin xarakter nöqtələrinin yüksəkliyini bilmək lazımdır. Yerin fiziki səthi üzərində götürülmüş hər hansı bir nöqtənin, fiziki səthi bax bu şəkildə də göstərilib, belə işarə eləyə bilərəm. Hər hansı bir nöqtənin vəziyyətini ətraflı xarakterizə etmək üçün onun koordinatlarından başqa üçüncü bir koordinatını, yəni yüksəkliyini bilmək lazımdır. Yüksəkliyi bu şəkildə bax göstərirəm. Yüksəklik deyəndə səviyyə səthindən olan yüksəklik başa düşülür geodeziya işlərində. Və səviyyə səthi tərifinə yada salmaq istəyirəm. Deyirdik ki, okean səthini xəyali olaraq qitələrin altından keçirdikdə əmələ gələn səthə səviyyə səthi deyilir. Yüksəkliyin 3 əsas növü ayrılır. Bunlar mütləq yüksəklik, şərti yüksəklik və nisbi yüksəkliklərdir. Sonraki slaydlarda bunlar haqqında ətraflı danışacağam. Və yer səthində nöqtələrin yüksəkliyini tapmaq əməliyyatına nivelirləmə deyilir və nivelir adlanan cihazla həyata keçirilir. Bundan sonraki mövzumuz, mühazirəmiz nivelirləmənin mahiyyəti və növləri haqqında olacaq. İnşallah onda geniş məlumat verəcəm. Mütləq və nisbi yüksəklik nədir? İstəyirəm şəkil üzərində izah edeyim. Deyirik ki, yerin fiziki səthi üzərində götürülmüş nöqtədən səviyyə səthinə endirilən perpendikulyarın uzunluğuna həmin nöqtənin mütləq yüksəkliyi deyilir. Yerin fiziki səthini mavi rənglə işarələdim. Yerin səviyyə səthini də hal-hazırda işarə eləyirəm və nöqtədən, yəni A nöqtəsindən səviyyə səthinə endirilən perpendikulyarın uzunluğu həmin nöqtənin mütləq yüksəkliyi adlanır. Mütləq yüksəklik böyük H indeksində həmin nöqtənin işarəsi ilə xarakterizə olunur. Məsələn, A nöqtəsi mütləq yüksəkliyi HA-dır. Eyni qaydada B nöqtəsi üçün də mütləq yüksəkliyi çəkmək istəyirdim. B nöqtəsindən səviyyə səthinə endirilən perpendikulyarın uzunluğu B nöqtəsinin mütləq yüksəkliyi adlanır və o da HB ilə işarə olunur. Bax, burada da göstərilib. Nöqtənin mütləq yüksəkliyini okeanla birləşən dənizin səviyyəsindən hesablamaq lazımdır. Belə bir dənizin səviyyəsi demək olar ki, dəyişilməz qalır. Yəni, səviyyə səthi kimi Baltik dənizinin orta illik səviyyəsi qəbul olunub və bu 1841-ci ildən etibarən bu şəkildədir. Azərbaycanda da yüksəklik ölçüləndə, yəni səviyyə səthi kimi Baltik dənizinin səviyyəsi götürülür. Əgər nöqtə bu səthdən yüksəkdədirsə, onun mütləq yüksəkliyi müsbət olur, aşağıdadırsa mənfi olur. Nisbi yüksəkliyə gəldikdə isə, yəni adından da məlum olduğu kimi, iki nöqtənin mütləq yüksəkliyi arasındakı fərqdir. Kiçik H hərfi ilə işarə olunur. Məsələn, HB-dən HA-nı çıxanda bizə nisbi yüksəkliyi verir. Şəkil üzərində göstərmək lazımdırsa əgər, bu şəkildə göstərə bilərəm. Bax, A nöqtəsi mütləq yüksəkliyi buydu, B nöqtəsi mütləq yüksəkliyi budur. Nisbi yüksəkliyi isə bu ikisi arasındakı fərqdir. Yəni, bax, bu balaca hissə kiçik H, yəni nisbi yüksəkliyə bərabərdir. Şərti yüksəkliyi haqqında danışım. Deyirik ki, səviyyə səthinə paralel olan səthlərə şərti səviyyə səthi deyilir. Şərti səviyyə səthindən hesablanan yüksəkliyə isə şərti yüksəkliyi deyilir. Yəni, B nöqtəsinin şərti yüksəkliyi olacaq B nöqtəsindən
şərti səviyyə səthinə qədər olan bax bu məsafə HB'. Biz mütləq yüksəkliyi işarələyəndə bu şəkildə işarələyirdiksə əgər şərti yüksəkliyi işarələyəndə H-ın üstünə bir ştrix işarəsi qoyuruq. Yəni bu mütləq yüksəkliyi və şərti yüksəkliyin işarələri arasındakı fərq təkcə bu ştrixdən ibarətdir. Ümid edirəm ki, mürəkkəb olmadı bu şəkil sizə. Bir daha deyim, B nöqtəsindən əgər mütləq yüksəklik səviyyə səthinə qədər olan məsafə idisə, bax bu hissə, şərti yüksəklik isə B nöqtəsindən şərti səviyyə səthinə qədər olan məsafədir. Yəni bax bu hissə bizə şərti səviyyə səthi idi. B nöqtəsindən də bura qədər olan məsafə, yəni bura bizdə olur şərti yüksəklik və HH', HB' şəklində işarə olunur. Keçmiş SSR ərazisində nöqtələrin əksəriyyətinin mütləq yüksəkliyi müsbətdir. Lakin mütləq yüksəkliyi mənfi olan yerlərə də rast gəlmək olar. Məsələn, Azərbaycanda Xəzər dənizinin ətrafında Kür Araz ovalındakı yerlərin yüksəkliyi mənfidir. Plan 2. Yüksəkliyin bir nöqtədən digərinə verilməsi. Sadə bir metoddur. Şəkildə nə təsvir olunub, öncə onu qeyd edeyim. YF qövsü var. YF qövsü bizdə səviyyə səthidir. Yəni səviyyə səthi olduğunu qəbul edirik YF qövsünün. Və 4 nöqtə verilib. A, B, C və D nöqtələri. Bu nöqtələrdən səviyyə səthinə paralel xətlər çəkilib. A-dan bir paralel xətt, B-dən bu şəkildə və C-dən paralel xətlər çəkilib. Bu gördüyünüz perpendikulyarlar isə həmin nöqtələrin mütləq yüksəklikləridir. HA, HB, HC və HD. Bu metodda deyilir ki, bir sonraki nöqtənin mütləq yüksəkliyi hesablananda ehtiyac yoxdur ki, həmin yüksəklik səviyyə səthindən hesablansın. Əgər özündən qabaqki nöqtənin mütləq yüksəkliyi məlumdursa, məsələn, A nöqtəsinin mütləq yüksəkliyi məlumdursa, B nöqtəsinin mütləq yüksəkliyini tapanda sadəcə H1-i hesablamaq bəs eləyir. H1 isə B ilə A arasındakı yüksəklik fərqidir. Yəni, iki nöqtə arasındakı yüksəklik fərqini tapıram. Bunu əvvəlki nöqtənin mütləq yüksəkliyi ilə toplayıram, tapıram bir sonraki nöqtənin mütləq yüksəkliyini. Eyni qaydada, məsələn, C nöqtəsi ilə B nöqtəsi arasındakı fərqi hesablayıram H2-ni və H2-ni B nöqtəsinin mütləq yüksəkliyi ilə toplayıb C nöqtəsinin mütləq yüksəkliyini tapa bilərəm. Eyni qaydada da bu D nöqtəsi üçün keçərlidir. C nöqtəsi mütləq yüksəkliyi ilə H3 toplayanda, H3 də bu arada D ilə C arasındakı fərqdir. D nöqtəsinin mütləq yüksəkliyi tapmış oluram. Ümumi halda bu düstur aşağıdakı kimi xarakterizə olunub. Yüksəkliyin bir nöqtədən digərinə verilməsi bax bu düsturdan hesablanır. Deyir, Hn plus 1 bərabərdir Hn plus minus H-a. Yəni, bir sonraki nöqtənin mütləq yüksəkliyi bərabərdir. Özündən əvvəlki nöqtənin mütləq yüksəkliyi plus minus nisbi yüksəklik. Burada plus minus yazılmasında da məqsəd odur ki, nisbi yüksəklik müsbət də ola bilər, mənfi də ola bilər. Bu onunla əlaqədardır ki, bir sonraki nöqtə özündən əvvəlkindən alçaqda mı yerləşir, yoxsa hündürdə mi yerləşir? Təbii ki, hündür olanda nisbi yüksəklik müsbət olacaq, alçaq olanda nisbi yüksəklik mənfi olacaq. Bugünkü mühazirəmiz bu qədər. Diqqətinizə və izlədiyinizə görə təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşənədək özünüzə və yaxınlarınıza yaxşı baxın. Evdə qalın. Mühazirələri evdən öyrənin. Ümid edirəm ki, qısa bir müddət sonra bir yerdə, sinifdə bu dərsləri keçəcəyik.